Hər vaxtınız xeyir olsun. Xəbər verdiyimiz kimi Bişkekdə Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində artıq ilk tədbir keçirilir və bu sənət incilərində yaşayan Milli İrsimiz adlı sərgidir. Qırğızstanın Milli İncəsənət Muzeyində və bu sərgi çərçivəsində bizim Azərbaycanın təsviri sənət nümunələri təqdim olunur Qırğız xalqına. Bunların sırasında Azərbaycan xalçaları, qorama nümunələri, eyni zamanda mis qablar və digər təsviri sənət nümunələri də var və qeyd edim ki, sərginin əslində keçirilməsində məqsəd Azərbaycanın milli irsinin tanıdılmasıdır və bu sərgi həmçinin Azərbaycanın 19-cu əsrdə yaşayan görkəmli rəssamı Mirzə Qədim İrəvaninin 200 illiyinə həsr olunub. Amma buna baxmayaraq, burada digər bizim sənətkarlarımızın da əl işləri yer alıb. Sərgi haqqında daha ətraflı bizə məlumatı Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin xanım Məlikova verəcək. Xoş gördük Şirin xanım. Hər zaman olduğu kimi çox möhtəşəm bir əsərlər seçib, toplayıb gətirmişsiniz. Nələri görəcək bugün və görməkdə artıq sərgi başlayıbdır öz işinə, görməkdədir Qırğız xalqı nümayəndələri. Bəli, təşəkkür edirəm. Mirzə Qədim İravani Şərq və Qərb üslubların qovuşmasında adlı sərgi bizim üçün çox önəmlidir. Bildiyiniz kimi bu il Cənab Prezident İlham Əliyev bizim ən görkəmli rəssamımız Mirzə Qədim İravaninin 200 illiyinə həsr olmuş sərəncam imzaladı ki, bu çox geniş şəkildə Azərbaycanda bu hadisə qeyd olunur və ilk növbədə təbii ki, bizim muzeyimiz bu işlə məşğuldur. Ona görə ki, Mirzə Qədim İravaninin əsas irsi, əsas kolleksiyası məhz bizim muzeyimizdədir və bu sərgidə Bişkek şəhərində biz onun çox gözəl əsərlərini təqdim edirik bizim kolleksiyamızdan. Onun çox tanınmış portret qalereyasıdır. Demək lazımdır ki, Mirzə Qədim İravani 19-cu əsrdə Şərq və Qərb qovşağında olan yeni üslubun yaradılmasında çox böyük onun rolu olmuşdu və bu əsərlərdə biz həm miniatür sənətin müasir, o dövr üçün müasir üslubda demək olar ki, formasını görə bilirik və realizmin artıq öz yerini burada da tutmasına biz burada görə bilirik. Çox tanınmış əsər Fətəli Şah əsəridir. Çox tanınmış əsərlərdən biridir və burada biz görürük ki, Fətəli Şah taxtın üzərində çox gözəl geyimlərində təsvir olunub, təmtəraqlı geyimlərdə və demək lazımdır ki, ümumiyyətlə Fətəli Şah öz dövründə incəsənətə, poeziya və s. çox böyük önəm verirdi və məhz o dövrdə belə reprezentativ portretlər yaranmağa başlamışdı. Ümumiyyətlə realizm üslubu Qacarlar dövründə həm Avropadan gəlmişdi. Ona görə Qacar şahları Avropadan rəssamları dəvət edirdilər onların portretləri çəkilməsi üçün. Həm Rusiya imperiyasından, həm Tiflisdən də bu ənənə gəlirdi və bu o dövrün əsas çağırışı olmuşdu. Və burada biz artıq görürük ki, məsələn bu Zədəgan xanımın portretində yenə də burada həm miniatürü üslubunu biz hələ də görürük, amma eyni zamanda artıq üz cizgilərində burada bir obraz var. Biz artıq burada bir xanımın, Zədəgan xanımın obrazını görə bilirik. Burada nə qədər bizim həm də adətimiz, ənənəmiz, geyimlərimiz. Həm gözəl xalça, interyer burada çox detallıqla, həm interyer, həm onun geyimləri burada gözəl göstərilir və digər portretdə, məsələn, Vəcula Mirzənin, Qacar Şahzadənin portreti də çox tanınmış əsərlərdən biridir. Burada da biz eyni zamanda miniatür üslubu, amma artıq realizm cərayında biz onu görürük. Yenə də portret cizgiləri, yenə də bu tarixi obraz burada var və yenə də gözəl arxalıq və biz kolleksiyamızdan belə bir arxalıq nümunəsini də canlı burada göstəririk ki, bizim qonaqlarımız görsünlər ki, necə gözəl parçalardan, işləmələrdən istifadə olunurdu o dövrdə və həm qadınlarda
qadınlarda, həm kişilərdə belə bir üst geyimi çox geniş yayılmışdı. Demək lazımdır ki, biz çalışdıq ki, o dövrün ümumiyyətlə mühitini burada göstərək və həmçinin də təsviri sənət nümunələrindən danışarkən və Mirzə Qədim İravaninin yaradıcılığından danışarkən mütləq qeyd eləmək lazımdır ki, o rəngkarlıq əsərləri də yaratmışdı və ən əsas da ki, Sərdar Sarayının bərpasında o bilavasitə iştirak eləmişdi və orada Qacar şahların portretlərini və Firdosinin Şahnamənin qəhrəmanının obrazını orada yaradaraq, yəni tam yeni üslubda katan üzərində yağlı boya əsərləri yaradırdı və hətta eyni zamanda o Sərdar Sarayının bərpasında, divar rəsmlərində bərpasında bilavasitə iştirak eləmişdi. Təəssüflər olsun ki, bu saray artıq dağıdılıb və həm bu əsərlər, həm kaşlar, onlar Gürcüstan muzeyində qorunub saxlanılır. Lakin biz bir analogiya kimi o dövrə aid olan və bugün Azərbaycanın incilərindən biri sayılan Şəki Xan Sarayının divar rəsmlərini burada göstəririk. Bu da bizim kolleksiyamızda yer alan 30-cu illərdə Zinaida Bogaslovska-Katiçkina və Vera Kvitko tərəfindən o sarayda çəkilən əsərlərdir, yəni kopyalardır. Bəli, siz burada həm yəni süjetli kompozisiyaları görə bilərsiniz, həm divar naxışları, yəni gözəl güllə, çiçək naxışlarını görə bilərsiniz və bu albom çox vacibdir, yenə də tarixi baxımından. Ona görə ki, 30-cu illərdə o zaman olan naxışların vəziyyətini onlar çox gözəl göstərir. Biz onları da istədik göstərək. Onların yanında da bir əskərin portreti yenə Mirzə Qədim İravaninin əsəridir və biz bu sərkərdəni orada görürük. Yəni çox gözəl onun hərbi forması da var və yenə də bizim kolleksiyamızda yer alan o müxtəlif dövrə aid olan, həm 18, həm 19-cu əsrə aid olan biz hərbi geyimlərini göstəririk. Məsələn, çox qiymətli 18-ci əsrə aid olan dəbilgə, sonra müdafiə zeyirləri, qalxanlar, qolçaqlar, müxtəlif silahlar, bəli. Yəni ki, siz bunları hamısını Mirzə Qədim İravaninin əsərində də görə bilərsiniz, amma canlı olaraq bizim kolleksiyamızda və onu da demək lazımdır ki, metal işləri çox, bu ümumiyyətlə sənət növü çox geniş yayılmışdı və belə yüksək səviyyədə olan əsərlər yaradılırdı. Baxın, burada bütün bu silahlar çox gözəl naxışlarla və kaligrafik yazılarla bəzədilmişdir. Maraqlıdır, nə ilə işlənilibdir ki, bu qədər rəngli qalıbdır, əsərlər öz keyfiyyətini də itirmir. Çox gözəl sualdır. Bu temperadır və temperada istifadə olunurdu. Təbii boyalardan istifadə. Boyalar, bəli, və eyni zamanda da yumurta sarısından da istifadə edilmişdi. Ona görə də rənglər belə şux, əlvan və gözəl qalmışdı. İtirməyib, bəli. Və biz burada xalça nümunəsini də göstəririk. Ümumiyyətlə, belə gözəl xalçalar Təbrizdə istehsal olunurdu. Elə biz bilirik ki, Səfəvi dövründə 16-cı əsrdə süjetli, çox gözəl, qiymətli xalçalar Təbrizdə istehsal olunurdu. Nadir Şahın portretidir burada təsvir olunur və bu unikal xalça bizim kolleksiyamızdadır. Gördüyünüz kimi saray səhnəsi, yəni yenə də biz bunu göstəririk ki, bu üslub tam şəkildə həm memarlıqda, memarlıq dekorunda, təsviri sənət əsərlərində, xalçaçılıqda, sonra metal əsərlərində biz çox unikal burada metal qabları da gətirmişik və onların işləmələri, onların çox nadir, çox belə incə ornamentləri həqiqi mənada
həvalə edir. Eyni zamanda biz qələmdanları da gətirmişik və çox gözəl Quran kitabını da gətirdik və bu kitab 9-cu əsrə aiddir. 19-cu əsrdir və bu kitab Bəhmən Mirzənin şəxsi kitabxanasında olan bir kitabdır. Onun möhrü var onun üstündə. Sizin muzeyinizdə Bizim saxlanılır. muzeyimizdə saxlanılır və yenə də onun qapağı lak texnikasında çox gözəl eyni üslubda işlənilir. Yəni burada da siz görə bilərsiniz həm qələmdanlarda bu lak texnikası, burada o gül çiçək, yəni ki qızıl gül təsviri, bülbül təsviri Qacar üslubun ən əsas motivlərdən biri və gözəl yəni saray mühitini təsvir edən portretlər, səhnəciklər təsvir olunub. Həm də tikmə sənətini biz göstəririk. Güləbətin səhnə belə qələmdən qabıdır. Yəni təsəvvür edin ki, belə gözəl qələmdanlar onun içərisində saxlanılırdı. Bu da lələk üçün belə unikal bir qələmdandır və onun içərisində Qələmi qoyulurdular. Lələkli qələm. Bəli, lələkli qələm qoyulurdu. Bu da Mir Mövsüm Navvaba aid olan çox gözəl nümunədir. Yenə də qələmdandır. Burada 3 qadın portretləri var və yenə də başında orada qızıl gül və bülbül təsvir olunur. Ümumiyyətlə biz burada Zədəgan həyatı haqqında danışarkən biz Qarabağdan da mütləq danışmalıyıq, Şuşadan mütləq danışmalıyıq və ona görə də biz bu sərgidə həm Mir Mövsüm Navvabın və əsərlərini burada göstəririk. Qələmdan, bir də onun yaratdığı qrafika əsəridir. Yenə də burada o dövrdə geniş yayılmış kol və bülbülün təsvirində olan əsərdir və Usta Qambar Qarabahi, onun əsərləri də burada öz əksini tapır. Yəni bu sərgidə biz Azərbaycan milli irsini göstəririk, müxtəlif sənət növlərini, təsviri sənət, dekorativ tətbiqi sənəti təsvir göstərən çox unikal nümunələri göstəririk və inanırıq ki, Bişkekdə bu sərgi çox böyük uğurla keçəcək, çox böyük maraq doğuracaq və bir neçə gün davam olunacaqdır. Təşəkkür edirəm. Çox sağ olun Şirin xanım belə ətraflı məlumata görə və bir daha xatırladım ki, müsahibim Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin xanım Məlikova idi və o bizə Qırğızstanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Qırğızstan Milli İncəsənət Muzeyində bugündən etibarən öz işinə başlayan sənət incilərində yaşayan milli irsimiz adlı sərgi haqqında ətraflı məlumat verdi.